Bəhruz Bankda kredit mütəxəssisidir. Səhər işə gələndə gözlərini ovuşdura, kompüteri açır, eyni gün, eyni proseslər. Bütün ofis sanki rəqəmlərdən ibarət bir maşına çevrilir. Kimsə kiminləsə kreditdən başqa heç nə barədə danışmır. Bu ay neçə müqavilə bağlamısan? O işə təzə girəndə həyəcanlı idi və insanlara kömək edəcəyini düşünürdü. Amma o gün yaşlı bir qadın bankdan göz yaşları içində çıxanda ona elə gəldi ki, bura insanlara dəstək olmaq üçün deyil, onlardan maksimum faiz qoparmaq üçündür. Rəhbərlik hər iclasda onların nəticələrin zəif olması üstündə danlayır, ancaq insani münasibətlərin zəif olması heç kimin vecinə deyil. İşçilər bir-birinə rəqib kimi baxır, hərə öz planını doldurmaq üçün daha çox müştəri tutmaq istəyir. O hər axşam işdən çıxanda özünü qəribə hiss edir. Ona elə gəlir ki, burada işləməyə davam etsə ruhunu itirəcək. Günay karyerasına böyük maraqla insan resursları sahəsində başladı. O insanların iş həyatına dəstək olmaq istəyirdi. Amma bu şirkətdə insanlara dəyər verilmədiyini gördü. Gördü ki, işçilərin şikayətləri dinlənilir, amma heç vaxt həll olunmur. Şöbənin işi ancaq işə götürmək və işdən çıxarmaq proseslərini rəsmiləşdirməkdir. Rəhbərliyə maraqlı olan işçinin rifahı yox, onun maksimum məhsuldarlığıdır. Günay işçilərin narazılığını haçan rəhbərliyə bildirdisə eyni cavabı aldı. Kimin xoşuna gəlmirsə qapı oradadır, o qədər işləmək istəyən var ki. Günay hiss edir ki, onun varlığı burada insanlara dəstək olmaq üçün deyil, onların idarə olunmasını şirkət üçün asanlaşdırmaq üçündür. O özünü sistemin qurbanı kimi hiss edir. İşçinin motivasiyası təkcə maaş deyil, həm də ona olan münasibətdir. Əgər iş yeri sənə maaş verib dəyər vermirsə, tədricən orada yox olacaqsan. Toksik mühit, iş yerində zəhərli atmosfer, hörmət və qiymətləndirmənin olmaması insanı ruhdan salır. Rəhbərlərin işçiləri alçaltması, dedikodu, işçilər arasında qısqanclıq, həddindən artıq yüklənmə, ağır iş qrafiki işçiləri işdən soyudur və əmək məhsuldarlığını azaldır. İnsanın işdə daim tələskənlik hiss etməsi onun yaradıcı düşünməsinə mane olur. Əgər insanın işi ona emosional dəyər qazandırmırsa, o modern köləyə çevrilir. İnsan gördüyü işin əhəmiyyətini hiss etmək istəyir. İnsanın ruhunu qidalandıran yeganə şey maaş deyil, həm də öz dəyərini hiss etməkdir. Əgər bənzər problemlərlə yüklənirsinizsə, NAT-dan faydalana bilərsiniz. Baharın gəlişi münasibəti ilə 2 möhtəşəm kampaniya start veririk. 25 martda başlayan Super NAT kampaniyası və 31 martda başlayacaq NAT Qoçları kampaniyası dəyişim alətləri ilə xidmətinizdədir. Hədiyyələrlə zəngin bu kampaniyalar barədə məlumat almaq istəyirsinizsə, nömrənizi mənə yaza bilərsiniz. Reallıq zehnin inikasıdır. Düşüncələrində dəyişim etmədikcə həyatında heç nə dəyişməyəcək. Dəyişim xaricdə deyil, daxildə başlayır. Daxili dünyanı dəyişəndə həyatında dəyişir. Fikirləriniz çox maraqlıdır.